Taif şəhərinə gəlir İslam Peyğəmbəri. Bir nəfər gəlir onun yanından keçəndə Həzrəti tanıyır ki, bu Peyğəmbərdir. Qaçır bazara, car çəkir ki, ay cəmaat, o ki eşitmisiniz Məkkədə bir dənə belə bir cadugər peyda olub, o gəlib Taifə. Neyniyək? Deyirlər, hərə əlinə bir dənə qara daş götürsün. Hərə əlinə bir dənə daş götürür, gəlirlər, çatırlar Peyğəmbərə, vururlar daşı Peyğəmbərə. Yazır ki, qan Peyğəmbərin ayaqlarından süzülüb tökülürdü. Həzrət əyləşir bir daşın üstündə. Ütbə ilə Şeybə oradan keçirdilər. Bunlar iki qardaşdır, Ütbə və Şeybə. Və bir zaman onlar Həzrəti Peyğəmbərin atası Əbdullahla ticarətdə olmuşdular. Onlar Peyğəmbəri tanıyırlar ki, bu Əbdullahın oğludur. Ütbə qardaşına deyir ki, bura bax. Çünki biz bunu qəbul eləmirik Peyğəmbərliyin, amma gəl atasına görə biz buna hörmət eləyək. Onların bir dənə Hidas adında qara dərili zənci bir qulları vardı. Hidası çağırırlar ki, Hidas bura gəl. Hidas gəlir. Bir qab ona üzüm verirlər. Deyirlər ki, bu üzümü götür. Apar qoy o cadugərin qabağında qayıt gəl. Hidas qabı götürür, istəyir gedə Ütbə arxadan çağırır. Deyir, Hidas, onunla danışmayasan ha. Fəqət üzümü qoy onun qarşısında qayıt gəl. Hidas gedir, çatır Peyğəmbərə, görür ki, bir nəfər də əyləşib qanın içində. Qabı qoyur onun qarşısına, dönür ki, qayıda. Həzrət onun arxasıyla buyurur ki, haralısan? Hidas dönür, deyir ki, neynəvalıyam. Həzrət deyir, hə, Allah rəhmət eləsin, qardaşım Yunus Peyğəmbərə, o da neynəvalı idi. Hidas baxır, deyir, sən Yunusu hardan tanıyırsan? Həzrəti Rəsuləllah Qur'an-ı Kərimdə Həzrəti Yunus Peyğəmbərin barəsində nazil olan ayələri bir-bir oxuyur Hidasa, ləzzət eləyir Hidasa. Əvvələn öz yerlilərindən oxuyur. İkinci, Qur'an ayələri oxuyur. Üçüncü, Peyğəmbər özü oxuyur. Ləzzət eləyir Hidasa. Peyğəmbər ayələri oxuyub qutarandan sonra Hidas düşür Peyğəmbərin qanlı ayaqlarından öpür. Həzrət əl atır, onu qaldırır ki, Hidas, belə şey olmaz. Hidas gedir,